Xoş gördük əziz müəllimlər və abituriyentlər sizlərlə. Mən Kurikulum və Tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə Axun imperiyası barəcə sizə məlumat verəcəm. Gəlin ki, özünə başlayaq. Axun harada yerləşir? Təbii ki, Axun Mərkəzi Asiya hissəsində yerləşir. Asiyanın əsasən Çin sərhədlərindən cənubi-qərb istiqamətində hərəkət edən Hunlar hara gəldilər? Qafqazdan Hindistana qədər uzanan geniş bir ərazilərdə məskunlaşdılar. Həmin Azərbaycanın, qədim Azərbaycanda bunlara Kadusilər, daha sonra orta əsrlərdə isə, yəni 5-ci əsrdə Abdal xanın adından Abdallar və yaxud da Eftaliflər dövləti adlanır. Bunu yadımızda saxlayırıq. Əsasən paytaxt şəhəri olmuşdur. Hara? Sakala şəhəri. Bu Sakala şəhəri Əfqanistan dövlətində yerləşir, indiki Əfqanistan dövlətində. Daha sonra bu həmin Axun dövləti 4-cü əsrin ikinci yarısında Monqolistanın qərbindən, yəni Qobi çölündən Xəzər dənizinə qədər uzanan geniş bir ərazini əhatə edirlər. Əsasən Axunların qərb qonşuları olacaq, qərb tərəfdə hansı dövlət? Sasanilər, şimal qonşuları olacaqsə Göytüşlərdən ibarətdir. Əsasən Böyük Hun imperiyasının parçalanmasından sonra bir hissəsi İdil Volqa çayından əsasən qərbə tərəfə, daha sonra isə şərqi Türkistana, qərbi Türkistana doğru köç etmişlər bir hissəsi. Bunu yadımızda saxlayırıq. Əsasən 430-cu ildə həmin bu Axun dövlətinin başçısı Axsuvar seçilir. Axsuvarın dövründə əsasən geniş ərazilərə, başlayırlar işğalçılıq müharibələrinə, geniş ərazilərə sahib olurlar. Hətta mübarizə apardığı dövlətlərdən biri də hansı olur? Təbii ki, hansı dövlət? Sasanilər dövləti. Sasanilər dövlətindən hətta 484-cü ildə Herat şəhərini də azad etmişdi. Bunu yadımızda saxlayırıq. Əsasən Sasani dövlətində bu vaxtda kim idi hakimiyyətdə olan? Təbii ki, Firuz şahı ki, elə kömək eləyir. Kim gətirir hakimiyyətə? Axsuvar. Bu hakimiyyətə gətirdi. Gözəl. Firuz şah ancaq buna sonra qarşı çıxır. Gəlir, həmin bu Axunların ərazisinə hücuma keçir. Axunların ərazisinə hücuma keçəndə Axsuvar xan buna qarşı Turan taktikasından istifadə edir. Bunu mühasirəyə alır. Axsuvar xana gəlir bu Firuz şah diz çökür. Yalvarır ki, qadan alım, qurban olum, məni burax. Deməli, bundan sonra bu bağışlayır, deyir, yaxşı, get. Bu sonra gedir. Ancaq yenidən bura hücum eləyir. Ancaq bu dəfəki hücumda həmin bu Axsuvar xan xəndəklər qazdıraraq, Axsuvarın, belə deyim də, Firuzun keçəcək ərazilərə xəndəklər qazdırır. Elə Firuz şah və qoşunu birlikdə həmin bu xəndəklərə, belə deyim, düşərək nə alır? Tərafata uğrarlar. Bundan sonra bu getdi. Firuz şah getdi. Bundan sonra hakimiyyətə kim gələcəkdi? Hətta 484-də Heratda yadımıza saxlayırıq. Bundan sonra 1-ci Qubat gələcək. 1-ci Qubat gəldi. Əvvəlcə Azərbaycan tarixində keçmişdi. Bu Məzdəkilər hərəkatını müdafiə edirdi. Ancaq sonra iri feodallar bunu hakimiyyətdən uzaqlaşdırdılar. Elə hara qaçacaqdı? Elə təbii ki, Axunların ərazisinə qaçacaq. Belə deyim də, Axunların hökmdarından kömək istəyəcəkdi. Həmin bu gətirəcək təzədən bunu, qızını həmin bu Qubada verəcəkdi Axunun hökmdarı. Sonra bunlar, belə deyim də, siyasət yürüdəcəklər. Qubadın daha sonra Xosrov Ənüşravanın belə anası belə Axun hökmdarının qızı olubdu. Bunu yadımızda saxlayırıq. Əsasən Sasanilərdən hətta İran yaylası və Şərqi Türkistana belə gedib sahib olublar. İndiki Axun dövləti Mərkəzi Asiya, Əfqanistan və Şimali-Qərbi Hindistan ərazilərini əhatə eləyir. Daha sonra, baxın, burada xəritədə göstərilibdir. Xəzər dənizi, Qobi səhrası, Tibet, şimalda Aral gölü, Hindistanın şimali-qərb olan hissəsi, məsələn, qonşuları Sasani dövləti, şimalda Göytüş dövləti, bunu yadımızda saxlayırıq. Daha sonra gəlir 6-cı yüzilliyin əvvəllərində hakimiyyətə kim? Təbii ki, Mihraqulu. Dövlətin ən güclü hökmdarı bu olacaq. Çünki Hindistanın şimal-qərbini tutan elə kim olur? Mihraqulu. Mihraqulun dövründə əsasən ərazisi Hindistanın şimalından Aral gölünə, Tibet dağlarından Xəzər dənizinə qədər uzanırdı. Bunun 700-dən çox fili var idi. Bunu hardan aldıq? Təbii ki, Hindistandan aldıq. Əsasən saat keçirmişdi, nizami ordu yaratmışdı. Bütün şimali-qərbi Hindistanı tabi edib özünə. Bunu yadımızda saxlayırıq. Ancaq hakimiyyət
böyük bir ərazini əhatə edir. O hakimiyyəti qurub idarə etməyi biraz çətin olur və Mihraqulun da ölümündən sonra hakimiyyətdə baş verir zəifləmələr. Bu zəifləmələr nədən ibarət olur? Dövlət niyə zəifləyir? Təbii ki, din uğrunda idi. Çünki ərazi böyükdür, fərqli dinlərdir. Din üstündə belə deyim də çəkişmələr də baş verir. Hakimiyyətə qarşı etiraz və idarə etmədə olan çətinliklər, artıq tayfaların müstəqillik istəməsi, tayfa başçılarının bunun zəifləməsinə səbəb olacaqdır. Əsasən 567-ci ildə Sasanilərlə Göytürklərin Birləşmiş Qüvvələri tərəfindən Axun imperiyasına son qoyulur və bundan da Axun imperiyası gedəcək Sasanilərlə Göytürklərin həmin bu əraziləri birləşdirib öz ərazilərinə qatmağı ilə başa çatacaq. Bu kimi izahlar istəyirsə, təbii ki, YouTube kanalımıza abunə olmağı unutmayaq.